Bugün sizlərə natural ədədlər bölməsindən qızıl qaydaları izah edəcəm. Qoşulmaq istəsəniz dərslərə mütləq şəkildə menecerin nömrəsini yazırsınız və mənim onlayn dərslərimə qoşulursunuz. 9, 10, 11-ci siniflər. Bilirsiniz ki, mən sosial mediada da paylaşdığım nəticələr var. Hansı ki, 2023-2024-cü tədris ilində 13 şagirdim 100% nəticə yazdı. Bir şagirdimlə elə bu kanalın özündə video qoymuşam. Maksimum nəticə 697.5 və digər nəticələr də var, 687.5 də var. Yəni deməyim oradan nədən ibarətdir? Mənim orada kütlə payım 250 bal riyaziyyatın üzərinə düşür. Bunun üçün də biz əlimizdən gələni şagirdlər üçün edirik. Yüksək nəticə yığmaları üçün. Mənim əyani dərslərimə qoşulmaq istəyən şagirdlər isə menecerin nömrəsini yazırsınız, mənim öz nömrəmi alırsınız və ya özünüz məni sosial şəbəkədən tapa bilərsiniz. Emil İsayev yazdıqda çıxacaq. Əyani dərslərim Bakıxanov qəsəbəsi, yəni Razində və Həzi Aslanovda, metronun yanında. Əyani dərslərimizə qoşulmaq istəsəniz, artıq 11-ci siniflərə demək olar ki, yeni qruplar açılıb, təzə başlayırıq. 9, 10-cu siniflərə isə biz başlayacağıq sentyabr ayının əvvəlindən. İndi isə gəlin biz ilk mövzumuz olan hamının belə deyək, başladığı bir yer natural ədədlərdən başlayaq. Natural ədədlərdə ümumiyyətlə siz çox şagirdin, mən öz şagirdlərimdən də görürəm, hazırda başladığımız qruplarda da görürəm ki, əksər şagirdlərimizin çətinlik çəkdiyi bir yer var ki, məsələn, çox sadə şeyləri bilmirlər. Məsələn, bilməliyik ki, əvvəlcə biz bilməliyik ki, məsələn, tutaq ki, adi bir primitiv bir sualla başlayaq. X daxildir, tutaq ki, X daxildir, R yazılır. Şagird bilmir ki, R nədir? R nədir? Bilmir. Ona görə mütləq şəkildə, baxın, yenə deyirəm, öz şagirdimlə video var. Həmin şagird də təsdiqlədi ki, mütləq şəkildə özünüz üçün bir qayda dəftəri götürün. Və ora bilmədiyiniz ən kiçik qeydlər belə olsa, onları özünüz üçün qeyd edin. İndi isə biz başlayanda ümumiyyətlə sizə deyək ki, biz başlayanda, natural ədədlərə başlayanda belə başlayacağıq ki, deməli, başlayacağıq ki, ədədlər nəzəriyyəsini biz bilməliyik. Cəbir, bilirsiniz də, riyaziyyat 2 yerə bölünür. Cəbir və topologiya, həndəsə. Həndəsə özü də ayrılır. Strometriya, planometriya və strometriya. Biz indi cəbir və topologiya nəzəriyyəsinin birinci bölməsi natural ədədlərdən başlayacağıq. Amma belə deyək ki, ədədlər nəzəriyyəsi ümumiyyətlə nədir? Buna baxaq. Ədədlər nəzəriyyəsini biz 2 yerə böləcəyik. Burada olacaq bizə həqiqi ədədlər və kompleks ədədlər. Şagird buradan dərhal bilməlidir ki, məsələn, kompleks ədədlər C hərfi ilə işarə olunur. Bunu özünə qeyd elə. Həqiqi ədədlər R hərfi ilə işarə olunur. Həqiqi ədədlər özü də bölünür. Rasional və irrasional ədədlərə. İrrasional ədədlərə. Baxın, irrasional ədədlər I hərfi ilə işarə edir. Bunu bilməlisən sən. Sənə versə X daxildir I-yə, sən bilməlisən axı I nədir? Burada rasional ədədlər Q hərfi ilə işarə olunur. Bilməlisən. Rasional ədədlər özü də ayrılır. Tam və kəsr ədədlərə. Məsələn, tam ədədlər Z hərfi ilə işarə olunur. Tam ədədlər özü də ayrılır. Natural, mənfi natural, sıfır və natural. Bilirsiniz, bu hissəni belə sorğu apardıqda şagirdlərin əksəriyyətində görürəm ki, bu hissəni bilirlər. Amma deyirsən, rasional ədədlər nə ilə işarə olunur? Bilmir. Suallar düşür. Eləməz çoxluq bölməsində suallar düşür. Sadə sual olur, amma şagird ona cavab verəmir. X daxildir, bayaq da dedim, məsələn, Q, I yazır, bilmir ki, Q nədir? Və ya belə yazır, tutaq ki, aşağıdakılardan hansı doğrudur? R, Q-nun alt çoxluğudur. Bilirsiniz də bu işarə alt çoxluq deməkdir. Və ya Q, R-in alt çoxluğudur. Şagird bilmir ki, R nədir, Q nədir? Görürsünüz, sadə primitiv bir suallardır. Sadəcə qaydanı bilməyəndə biz bunu bilmirik. İndi biz başlayırıq natural ədədlər bölməsində şagirdlər. Siz nələri mənimsəməlisiniz natural ədədlər bölməsində? Natural ədədlər bölməsində mütləq şəkildə bölünmə əlamətlərini birmənalı olaraq bilməlisiniz bu öz yerində. Və natural ədədlər bölməsinin xülasəsini mən izah edirəm. Qısa qeydlər. Nələri bilməlisiniz? Birinci olaraq natural bölənlərin sayının tapılması.
Baxın, natural bölənlərin sayının tapılması. İkincisi, tam bölənlərin sayının tapılması. Tam bölənlərin sayının tapılması. Və şagirdlərin qarışdırdığı 3-4 sadə bölən, sadə vuruq anlayışları. Sadə vuruq anlayışları. Bax bunlar. İndi bunları qarışdırmamaq üçün də sizə yollar deyəcəm. 5. Deməli, tək bölənlərin sayı. Tək natural bölənlərin sayı. Tək natural bölənlərin sayı. Sonra 6. Cüt natural bölənlərin sayı. Cüt natural bölənlərin sayı. 7. Mürəkkəb sadə bölən dedik, mürəkkəb bölənlərin sayı. Uşaqlar, yəni bunu davam elətdirmək olar bir neçə. Əsasları bax bunlardır. Bunu davam elətdirmək olar. Natural bölənlərin sayını tapmaq üçün başlayaq natural bölənlərin sayını tapmaq. Mütləq ədəd birinci sadə vuruqlara ayrılır. Ədədin sadə vuruqlara ayrılmasını siz bölünmə əlamətlərini bilirsinizsə, ədədi sadə vuruqlara rahatlıqla ayıra bilirsiniz. Məsələn, ixtiyari bir ədəd götürək. Görək ki, məsələn, tutaq ki, elə bir ədəd götürək ki, 2, 5, 3 vuruğu olsun orada. Məsələn, 90 götürək. 90 ədədinin bizdən soruşur. Natural bölənlərin sayı, tam bölənlərinin sayı. Yəni, bura yazdıqlarımı hamısını 90 üzərindən görsədim sizə biləsiniz. 90 sadə vuruqlara ayıraq. 2-yə 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. Mütləq şəkildə ədədi belə yazdıqda yazırsan ki, 90 bərabərdir. 2 vurulsun, 3-ün kvadratı vurulsun 5. Baxın şagirdlər, natural bölənlərin sayını tapanda, sadə bölənlərin üstündəki rəqəmlərin üstünə 1 gəlib bir-birinə vururuq. Bunların üstündə 1 var. Yoxsa heç nə 1 var. Yazırıq 1 plus 1 vurulsun 2 plus 1 vurulsun 1 plus 1. Və buranı nə edirsən? Hesablayırsan. 2, 3, 2, 3, 2. Bu da edir 12. 12-90 ədədinin 12 dənə natural böləni var. İstəsən saya da bil. Bəzi şagirdlər Azərbaycan dilində tam oxuyur, amma əzbərləyir, mənasını başa düşmür. Natural bölən, məsələn, 8-in natural bölənlərini deyəndə nə başa düşürsən? 1, 2, 4, 8. Həmçinin 90-ın natural bölənləri deyəndə onun bölənlərindən natural olanlarda, yəni biz bunu belə başa düşürük. İndi şagirdlər, burada tam bölənlərin sayı. Tam bölənlər, bayaq dedik ki, tam ədədlər ayrılırdı. Nəyə? Mənfi natural, 0 və natural. Təbii ki, 0 burada bölən kimi götürməyəcəyik. Əgər bir 90 ədədini 2 bölürsə, mənfi 2 də bölür. Yəni, bunun müsbəti varsa, mənfisi də var. Yəni, tam bölənlərin sayını tapanda, natural bölənlərin sayını 2-yə vurursan. Olur 24. Müəllim, mən sadə bölən, sadə vuruq anlayışlarını bir-birinə qarışdırıram. Qarışdırmamağın üçün bunu belə götürürsən ki, öz şagirdlərin bilir ki, bunu qarışdırmamaq üçün belə deyirik. Sadə bölən müxtəlif sadə vuruq deməkdir. Bax, indi qarışdırmayacaqsın. Sadə bölən müxtəlif sadə vuruq deməkdir. Müxtəlif olan burada neçə dənədir? 1, 2, 3. 3 dənə. Cavab olacaq 3. Vəssalam. Bundan sonra sən qarışdırmayacaqsın. Sadə vuruq isə üstlərini toplayırsan. Bunların üstlərini toplayırsan. 1, 2, 3, o da 1, 4. 4 dənə sadə vuruq var. Tək natural bölənlərin sayı. Şagirdlər, tək natural bölənlərin sayını taparkən, deməli, cütün üstünü bağlayırsan, bax bu 2 yoxdur, üstünü bağladın, yerdə qalan təklərin natural bölənlərinin sayını tapırsan. Orada cüt vuruq olmasın. Ancaq təki təkə vuraq ki, tək natural bölən sayını tapaq. Bunun natural bölənlərinin sayını tapanda necə tapırdıq? 2 plus 1 vurulsun 1 plus 1. 6 dənə, 90-ın 6 dənə tək natural böləni var. Cüt natural bölənlərinin sayı. İndi buna da aydınlıq verərəm və mürəkkəb bölənlərin sayı. Buna da aydınlıq verəcəm. Cüt natural bölənlərin sayı belə eləyə bilərik. Ümumi natural bölənlərin sayından, ümumi natural bölənlərin sayı 12-dir. 12 dənə ümumidir. 12-dən çıxaram təkləri,
tək natural bölənlərin sayı 6-nı, 12-dən çıxaram 6-nı. Axı, 12-dən, yəni cüt natural bölənlərin sayını taparkən, ümumidən natural bölənlərin sayından nəyə çıxdım? Təkləri çıxdım, oldu cütlər. Cavab oldu 6. Mürəkkəb bölənlərin sayı. Uşaqlar, mürəkkəb bölənlərin sayı. Biz sadə böləni bildik ki, 3 dənədir. Bəs mürəkkəb bölənlərin sayını necə tapacağıq? Ümumidən çıxacağıq sadə bölənlərin sayını. Ümumi nə qədərdir? 12 dənə. Ondan çıxdım sadəni. Axı, bu ümuminin içində bir dənə də 1 var idi. O 1-dəki nədir? Nə sadədir, nə mürəkkəbdir. Baxın, uşaqlar, 12 dənə natural bölənin içində 1 də var. Yəni, 1 də var, bu 3 dənə də var, hamısı var, ümumidir. Bundan mürəkkəbi tapmaq üçün ümumidən, yəni 1 də iştirak edir bu 12-nin içərisində. Ümumidən çıxırsan sadələri və çıxırsan 1-i. 1-i çıxmamızı başa düşdük də, 1 nə sadədir, nə də mürəkkəbdir. Ona görə onu çıxmalıyam, olacaq mənim cavabım. Bu cüt natural bölənlərin sayını mən dairələdim ki, bunu təzdən sizə izah edeyim. Cüt natural bölənlərin sayı, cüt natural bölənlərin sayı. Bu sualın fərqli versiyaları da var. Məsələn, bir ədəddir, onu sadə vurğulara ayırmışsan, belə almışsan. 2-nin kvadratı vurulsun, 3-ün kubu vurulsun, 5. Belə bir şey almışsan, bir ədəddir, sadə vurğulara ayırıb belə bir şey almışsan. Və cüt natural bölənlərin sayını tapmağı soruşur səndən. Belə eləyə bilərsən. Deməli, bayaq dediyim qayda öz yerində, o da doğrudur. Cüt natural bölənlərin sayını deyirsə, mən bunu 2-yə bölərəm. Burada qalar 2 vurulsun 3-ün kubu vurulsun 5. Bunun natural bölənlərinin sayını taparım. 1 plus 1, 3 plus 1, 1 plus 1. Olacaq cavabımız 2 vurulsun 4 vurulsun 2. Yəni bunu da hamı hesablayır da 16. İndi texnik xətalara mən fikir vermirəm, bəlkə də arada səhv eləyə bilərəm. Əsas odur, mənanı başa düşə biləsiniz ki,